nə bilim, nağıllar danışa-danışa bizi gətirib qocaltdılar da, 40 yaşımız üzrə, mənim 40 yaşım var. Bundan da sonra yəqin ki, mən heç o qabilləşməni mən görməyəcəm. Heç olmasa gələcək balalarımız üzr istəyirəm. Nəvələrimiz bəlkə görə, yazıqlar. Cəlilabadın hansı kəndidir? Cəlilabadın hansı kəndidir? Cəlilabad rayon Muğan kəndi ərazisi. Muğan kəndi. Neçədir o vəziyyətdəsiz? Işıqlarınız, qarınız, Mən gözümü açandan, mənim 40 yaşım var, 85 təvəllüdəm. Gözümü açandan vəziyyət elədir. İşıq xəttləri yadı nətərdir? Və niyə çəkib atmırsınız? Bu, mənə izləyirsiniz, necə vaxt görürsünüz? Niyə ictimailəşdirmirsiniz? Niyə paylaşırsınız? Şəxsən mən onunla bağlı çəkib atacağım sizə, inşallah o hansı bərbad vəziyyətdə olan, yəni hansı deyəndə hər tərəfi bərbaddır. Muğan Maşruq bizdə 10.000 əhalisi olan bir ərazidir. Sovetlik, üzr istəyirəm, Sovetlik deyəndə ərazi nümayəndəliyi də Muğan Maşruq Söğüdlüdür. 10.000 əhalidir. 10.000 əhalinin ərazisində kabelləşmə işi getməyib. Rayon mərkəzinə 8 kilometr yaxınlıqda yerləşən bir kənddir. Bəs qaz xətti yadı necə? Yolunuz necə? Qaz normaldır. Yol sağ olsun, bələdiyyəmiz var, işləyir, düzəldir. Gözəl yolda heç problem yoxdur. Qaz xətti də normaldır, amma işıq, Azərişıq konkret olaraq bizi cana doydurub. Valla fasilə ilə işıq verirlər bizə. Hansı dövrdür, sən bunu indi fasilə ilə işıq olar. Biliyorsan söndürdü, qardaş işıq yanmır. Qaynar xəttə zəng eləyirsən, heç nə, nəticə yox. Nə bilim, yazısan, nəticə yox. Pozusan, nəticə yox. Deputat da maşallah üzün görməyə, üzünə həsrət. Biz şəxsən deputatın üzünə həsrət. Malik Həsənov axırıncı dəfə bizim kəndə seçkidən biraz qabaq seçki ərəfəsində gəldi. Elə onun əvəzinə bir dəfə Elman Nəsrov gəlib. Allaha and olsun, yəni mən reallığı deyirəm. Onda düzələcək sizin işıq var. Onda düzələcək. O gəlibsə, xeyir dua veribsə, onda yaxşı olacaq sizin işiniz. İnşallah bağlayacaqsınız stolbalar. Bir də görəcəksən ki, bir də böyründən balaca stolba, dirək çıxıb. Wi-Fi xəttlərinin əlindən kəndə girməlidir. 4 dənə stolbanı böyr-böyrə bastırır. Bizə Wi-Fi, qardaş, nə qədər Wi-Fi olar? Bizə işıq lazımdır. Biz özdə kənd